Paul Cézanne Provans'da zəngin bir adamın ailəsində anadan olmuşdu. Atası oğlunun hüquqçu olmasını istəyirdi. Paul Cézanne isə rəssam olmaq arzusundaydı. Atasından çəkinən oğlan hüququ oxudu. Ata oğlunun rəsmə olan həvəsini görüb, ona 150 frank verib Parisə göndərdi. Cézanne İncəsənət Akademiyasına qəbul ola bilmədi. 5 aydan sonra geri döndü. Ata onu banka işe götürdü. Lakin sonra oğluna bir şans da verdi. İkinci dəfə də Cézanne akademiyaya daxil ola bilmədi. Lakin atasına yalan danışdı. Akademiyaya daxil olduğunu söylədi. Rəsm çəkməyə başladı. Tənqidçilər ona gülürdülər. Əsərlərini heç kim anlamırdı. Özünə qapanan Cézanne rəsm çəkməyə davam edirdi. 1869-cu ildə Cézanne 19 yaşlı naturçusu ilə eşq yaşadı. Bir övladları doğuldu. Cézanne qadını və oğlunu atasından gizlədirdi. Sonra müharibə başladı. Müharibəyə getməmək üçün Cézanne kiçik bir balıqçı qəsəbəsində gizləndi. İllər ötdü. Cézanne'ın 43 yaşı vardı. Onun tablolarını hələ də heç kim anlamırdı. Cézanne ailəsini balıqçı qəsəbəsində qoyub Provansa, atasının yanına gedirdi. İkili həyat sürürdü. 1885-ci ildə Cézanne atasına 13 yaşlı nəvəsinin olduğunu söylədi. Atası bunu gözəl qarşıladı və Cézanne'a ayda artıq 150 frank deyil, 300 frank verməyə başladı. 1902-ci ildə atası vəfat etdi. Paul Cézanne'a 400.000 frank miras qaldı. Provansda yaşayan Cézanne rəsm çəkməyə davam edirdi. Sonra onun əsərlərini toplayıb Parisdə sərgi keçirdilər. Auksionda onun tablolarını satmağa başladılar. Paul Cézanne bundan çox təəccübləndi. Axı bütün həyatı boyu onun tablolarına gülən seyircilər indi bu tabloları böyük məbləğə alırdılar. 1906-cı ildə Paul Cézanne rəsm çəkməyə çıxdı. Yağış yağırdı. Onu çəməndə huşsuz vəziyyətdə tapdılar. Bir həftədən sonra isə Paul vəfat etdi. Onun 67 yaşı vardı.